Ahəng qanunu ilə bağlı asan, eyni zamanda uşaqlara yanıltmac kimi görünən testlərdən birini izah edək. Testimizdə deyilir, ahəng qanunu kökdəki son hecaya görə pozulan sözləri müəyyən edin. Və burada diqqət yetirəcəyimiz məqam kökdəki son hecaya görə deyir. Deməli, sözün kökünə artırılan şəkilçilər qrammatik şəkilçi olsun, leksik şəkilçi olsun, ahəng qanunu pozacaqsa, biz həmin şəkilçinin ahəng qanunu pozmasını nəzərə almayacaq. Çünki bizim işimiz sözün kökü ilə olacaq. Baxaq birinci sözümüzə. Qanuni sözü. Sözün kökü qanun. Qanun sözün kökü. Bir də burada leksik şəkilçi olacaq. Və sözün kökündəki saitlərin ardıcıllığına baxaq. A qalın, U qalın. Deməli, sözün kökündəki saitlər ahəng qanunu pozmayıb. Ona görə də burada biz biri götürməyəcəyik. 2. Paralel sözü. Paralel sözündə sözün kökü elə paraleldir. Baxaq, A saiti qalın sait gəlib. Sonda 3-cü hecadakı E saiti isə incədir. Deməli, sözün kökündə ahəng qanunu pozulmuşdur. Biri olacaq 2. Summativ sözünə baxaq. Sözün kökü summativ. Birinci saitimiz U qalın, ikinci saitimiz A qalın və üçüncü saitimiz İ incə. Deməli, sözün kökündə sonuncu saitimiz ahəng qanunu pozub. Biri də 3 olacaq. 4-ə baxaq. Veteran quruluşuna görə sadə sözümüzdür. Birinci saiti E incə, ikinci saiti incə, üçüncü saiti A qalın. Və burada artıq ahəng qanunu pozur. 5. Toponim. Sözün kökü toponimdir. Tərkibindəki saitlərdən birincisi O qalın, ikincisi O qalın, üçüncüsü İ incə. Və sözün kökündəki üçüncü sait ahəng qanunu pozur. Biri də toponim sözü olacaq. 5. Tələbkar. Tələbkar sözünün kökü tələb. Və tələbdə də ahəng qanunu pozulmayıb. Narahat sözünə baxaq. Sözün kökü rahat. Ahəng qanunu pozulmayıb. Və kökünə görə ahəng qanunu pozulan sözlər paralel, summativ, veteran və toponim sözlərdir. Yəni 2, 3, 4, 5. Cavab A bəndi.